Bəli, insan bilməlidir ki, madəm ki bu dünyaya gəlib, bu dünya imtihanlar, bəlalar dünyasıdır. Məhz bu dünyanla axirət dünyasının fərqliliyi də ondadır ki, bu dünyada imtihanlar var. Axirətdə isə imtihanlar yoxdur. Axirətdə ya cəzadır, ya da ki mükafatdır. Lakin bu dünyada isə imtihanlar vardır. Və Allah Teala həmin o imtihanlardan dolayı ola bilsin, hətta bu dünyada belə insanı ya mükafatlandırsın, ya da cəzalandırsın. Və beləcə Allah Teala insan bu dünyaya gələndən, ağlı kəsəndən, mükəlləf olandan onu imtihan edir. Haçana qədər, ta ki bu dünyadan köçənə qədər. İmam Əhməddən soruşurlar ki, mömin insan haçan dincələcək? Onun rahatçılığı haçan olacaq? Deyir ki, əyağın cənnətə bastıran. Əyağın cənnətə bastıran. Ondan sonra artıq müminin rahatçılığı başlayır. Bu xüsusda Peyğəmbər sallallahu aleyhi və səlləmin İmam Əhmədin Əbu Hüreyrədən rəvayət elədiyi hədisdə buyurur ki, Lə yəzəlul bələu bil mu'mini vəl mu'minəti fi cəsədihi, əv fi məlihi, əv fi vələdihi, həttə yəlqəllahə subhanəhə və mə aleyhi xatiyə. Mömin bu dünyadaykən, Rəbbinə qovuşana qədər və yaxud da mömin qadın bu dünyadaykən, Rəbbinə qovuşana qədər ya canında, ya malında, ya da evladında imtihan olunmaqla davam ediləcək, ta ki günahları təmizlənə qədər. Ta ki günahları təmizlənə, ya malında, ya canında, ya da ki evladında. Bunlar hamısı insana sevimli gələn şeylərdir. Və bunların özündə də insanların ona bağlılığı fərqlidir. İnsanın biri var, canına zəifliyi var, bəzisinin malına zəifliyi var, bəzisinin evladına, uşaqlarına zəifliyi var. Ona görə gördüyünüz kimi burada da Allah Teala imtihanı nə edib, növlərə bölüb. Və bu da həm imtihanlarda olan bir sirdir ki, çoxları bundan qafildir və həmçinin də ibadətlərdə bir sirdir ki, insanların çoxu bundan qafildir. Necə ki, Allah Teala ibadətləri də növlərə bölmüşdür. Bəzi ibadətlər malla olur, bəzi ibadətlər isə canla, əzalarla olur.